Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'uni ve zidni ilme. Dedik ki, keçdik nəyi? Ayəti Kürsi. Əhsən. Ayəti Kürsi. Dedik ki, Quranda ən əzəmətli ayələrdən biridir və ən əzəmətlisidir. Onun haqqında rəvayətlər çoxdur. Hansı ki, bu ayənin səbəblərindən də biridir. Hansı ki, iblisin Əbu Hüreyrə hədisində, hansı ki, iblis Beytülmala gəlməyi və onu tutması və bu ayəni ona öyrətməsi. Yəni, bunlar həqiqətən də ona davat edir ki, əzəmətli ayədir. Ona görə İbn Teymiyyə Rahiməhullah burada gətirir ki, burada Allah Subhanahu və Teala'nın isimləri, sifətləri həqiqətən də geniş şəkildə nədir? Keçir. Sonra gətirir ki, Allahu la ilahe illahu. Allahu la ilahe illahu dedi ki, Allah ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Demək, burada söhbət nədən getdi? La ilahe illallahdan, elə deyilmi? La ilahe illallahın qısa keçək. Neçə dayağı var? Hansılardır? Əhsən. La, inkar, illallah nədir? İsbat. Demək, iki dayağı var. İnkar, bir də nədir? Təsdiq və ya isbat. İnkar edirsən nə qədər ilahlar var, onu ispat edirsən, ona ibadət olunanlar yalnız Allaha. Aydın oldu mu? Yəni, bunu keçmişik. Bunu Allahın izni ilə nə deyib, bilirsiniz. Həyyunda Allah Subhanahu və Teala isimlərindən idi. Yəni, daimi heç vaxt nədir? Ölməyən. Daimi nədir? Diri. Qayyum da nədir? İdarə edən, yaratdıqlarını, kainatı nədir? İdarə edib, onların işlərini nədir? Yoluna qoyan. Əhsən. Qayyum da həmçinin onun üçün nədir? Qayyumluq edir. Və kəzəlikə ənəl qaimun alə qeyri. Və həmçinin Allah Subhanahu və Teala başqasında da nədir? Qayyumluq edir. Başqasının qayyumluğunu edir. Məsələn deyir, əfəmən huvə qaimun alə kulli nəfsin bimə kəsəbət. Hər kəsin deyir, qazandığına nəzarət edən odur. Eləmi? Nəzarət artıq burada nədir? Qayyumluq elən. Yəni ki, onun qazandığına, necə qazanır, nə qazanır və ona verən ruzi, hamısını artıq nəyin edilir? Qayyumluq. Yəni Allah Subhanahu və Teala baxsan ki, bax bir dənə bunun ismi tədəbbür etsən, qayyum, nəzarət edən. Burada təhsil insanlar qəsd olunmur. Bütün aləm, quşun nə qazanacaqdır, büyün yeməyi, içməyi nədir? Bütün nə qədər canlı nə var ki, onun büyün qazancı nə olacaqdır? Hamısını idarə edir və qayyumluq edir. Yəni, ona görə də Rəbbini əzəmətləşdirmək üçün gərək onun əmrlərini və qadağalarını təzim eləyəsən ki, onu nə eləyəsən? Əzəmətləşdirəsən. Daha da nədir? Ucaldasan. Və müqabil məhzuhu təqdiri kəmən leys kəzəlikə və qaimu alə kulli nəfsin bimə kəzəbəd huvə Allahu azza və cəl. Yəni, deyir, burada artıq açıq aydın görünür ki, hər bir şəxsin qazandığını idarə edən, qayyumluq edən Rəbbimizdir. Və lihədə yəqul uləmə Əl-qayyum huvəl-qaimu bin-nəfsi və qaimu alə qeyri. Ona görə bu qaydadır. Allah Subhanahu və Teala'nın qayyumluğu həm özündədir, zatı sifəti və həm də ki, başqasındadır. Başqasında necə? Yəni, onun qazandığını qayyumluq edən. Onun nə qazandığına nədir? Bilən, nəzarət edən. Və ona görə də bu nədir? Böyük bir möhtəşəm, hansı ki, Allah Subhanahu və Teala'nın isim və sifətlərindəndir. وإذا كان قائما على غيره لازم أن يكون غيره قائما به. قال الله تعالى ومن آيات أن تقوم السماء والأرض بأمره. Başqa bir ayədə görərsən ki, Allah Subhanahu və Teala deyir, onun deyir ayələrindən səma, yer və hamısı deyir, onun nədir? Əmrindədir. Və huvə izə kəmül isfədə və kəmülül mulk və ləfəal. Yəni, buradan da görünür ki,
Onun sifəti, mülkü və etdikləri hər bir şey nədir? Kamildir. Yəni necə? Yerdə, göydə nə varsa onun əmrindədir. Öncəki ayədən də keçdik. Kimin nə qazandığını kəsəbət. Kimin nə qazandığını nədir? Nəzarət edən odur. Yəni yerdə və göydə hamısı onun əmrindədirsə də, bütün qazançlar da, qazanlar da nəyin olacaq onun? Əmrində olacaq. Yəni kimsə deyə bilməz ki, mən bu işi etdim, mən qazandım, mən əldə etdim. Yəni sən heç kimsən, sən səbəbsən. Hətta evladını böyütsən belə, sən səbəbsən. Çünki o doğulmamışdan öncə onun ruzisini inləyir, yazılır. Keçmişik də bunu. Öyle deyilmi? 40 hədisdə keçdik bunu. Və ona görə də sən özündə nəyisə ehtiva eləyə bilməzsən ki, yəni ki, bu mənimdir, bu məndəndir. Niyə? Çünki Qarun o cür məhv oldu. Qarun o cür məhv oldu. Və həmçinin bütün yer göy Allahın əmrindədir dedikdə sən kiməsə xor da baxa bilməzsən. Çünki onlar Allahın əmridir. Sən kimsən ki, ona xor baxsan? Şey nələr çıxır? Ya da dahilərdən gətirir ki, yuxarıdan aşağı ota, yuxarıdan aşağı baxarsansa, bir gün səndən üstün olub qəbrin üstə bitər. Mənə başa düşdü? Hətta ota belə yuxarıdan aşağı baxarsan, vaxt gələr, qəbrinin üstə bitər. Yəni, heç nədən əgər zərər nə də xeyir verməyən bir şeyinə belə baxırsan, insanlara ümumiyyətlə baxa bilməzsən. Yəni, belə deyək də, niyə ot nəzərdə tutulur? Çünki bütün insanlardan da, bütün heyvanlardan da hardasa lazım olmayan bir şeydir, aciz bir şeydir. Balaca bir şeydir. Amma görürsən, sənin kimi xor baxanan gəlib üstündə bitir. Yəni, diqqət elə ki, əgər buna icazə yoxdursa, sən kimsən insan o cür baxsan? Çünki onlar Allahın əmrindədir. Allahın əmrindədir. Ona görə Allahın əmrində olan heç bir şeyə xor baxmaq, təkəbbürlü baxmaq qəti şəkildə qadağadır. Və həzən əsməhumən ismul əzəmilləzi izə du'iyəllahu bihi əcəbə. Bax, fikir və İbn Teymiyyə rahiməhullah necə gətirir? Bunu niyə gətirir? Deyir ki, bunu gətirir ki, bax, bir dənə başa düşmək lazımdır. Sadəcə bir dənə fəhim. Hər şey Allahın əmrindədir. Bütün nəzarət edin Allah Subhanahu qazandıqlarına. Orada halal, haram, hər şeyə. Yəni ki, sənin qazancın hər şeyi, yəni hər şey onun nəzarətindədir, Allahın. Burada niyə bunu gətirdi? Deyir ki, bil, bu ən əzəmətli isimlərdir. Onlarla onun Rəbbini çağırarsansa, bütün duaların qəbuldur. Baxdın məsələyə. Eminlə ona görə gətirdi bunu. Şeyx İslam İbn Teymiyyə rahimehullah ki, sən əlini açıb o cür duaların başında onu gətirərsənsə, yəni bütün əmirlər, bütün yerdə, göydə nə varsa sənin əmrindədir. Bütün ruziyə kimə dağıdır? Allah Subhanahu. Yəni bəsat yayır. Bütün hamısı sənin əlindədir. Bütün arş sənin əlində, arş. Yerdə olan 7 səmə hamısı sənin əlindədir. Yəni bunlar hamısı nədir? Böyük bir şeylərdir. Sənə ruzi vermək Allah Subhanahu taala'nın əlində nədir? Çox yüngül bir şey. Yəni deyir, onlarla deyirsən, ey hay daimidir olan, ey qayyum, bütün hər bir şey sənin əmrindədir, sənin nəzarətində. Sən nəzarət edirsən. Onu onunla çağırsan, sən duaların başında qəbuldur. Sadəcə ixlasla. Ya hayyu qayyum. Əntər razzaq. Urzuqna rizqan tayyibən. Ya hayyu ya qayyum. Əntəl qani. Öz dilində. Ya hayyu ya qayyum. Sən qanisən. Sən razzaqsan. Mənə xeyir ruzi ver. Sən vadussan. Sən cabbarsan. Sən xaliksən. Sən xallaqsan. Sən məcidsən. Sən məcidsən. Sən rahimsən. Sən rəhmənsən. Ürəyi nə istəyir? Hansı sahədə nə istəyirsən? Sən şəfisən. Kamil şəfa ver. Nəyə ehtiyacın var? Başında deyirsən. Kifayət edir. Aydın oldu mu? İbn Teymiyyə rahimehullah bunu gətirir ki, Şeyx Seymin şərhində bunu gözəl şəkildə ixlasla başında duraq istəyirsənsə də məqbuldur. Dua məqbuldur. Ona görə ən böyük əzəmətli isimlərindən Allah Subhanahu və Taala'nın bu biridir. Bu hədislərdə də gəlib ki, ya hayyu qayyum gətirirsən, sonra istədiyin nədir? Rəbbindən istəyirsən.
وَلْهَذَا يَنْبَغِي لِلْإِنْسَانِ فِي دَعَائِهِ يَتَوَسَّلُ بِهِ وَيَقُولُ يَا حَيُّ يَا قَيُّومُ قَدْ ذُكِرَ فِي الْكِتَابِ الْعَزِيزِ في 3 مواضع هذا أحدها والثاني في سورة آل عمران الله لا إله إلا هو الحي القيوم وعنت الوجوه للحي القيوم وقد خاب من حمل ظلمًا. Yəni deyir, bu Quranda deyir 3 yerdə deyir, 2 yerdə gətirilir. Yəni burada 2 yerdə gətirir. Əsasən 3 yerdə mövzuda olur, amma burada deyir 2 yerdə gətirir. Birinci İmran surəsində, ikincisi Taha surəsində. Ki, yəni ki, bunlar keçir, bax, ardıcıl keçir. Huvel hayyul qayyum. Aydın oldu mu? Huvel hayyul qayyum. Sonra gətirir ki, və anətil vücuhu lil hayyil qayyum. Yəni, ikisi həmişə yan-yana gəldikdə artıq nədir? Bunun nə qədər əzəmətli olduğunu bildir. Məsələn, Allah güc və qüdrət sahibidir. İkisi eyni anda. Bu ikisi eyni anda heç kimdə ola bilməz. Heç kəsdə. Kiməsə deyə bilsən qüdrətlidir. Kiməsə deyə bilsən qüvvəsi var. Güc və qüdrət, qüvvət. 3, 2, 1 arada yalnız Rəbbində ola bilər, başqa heç nə. Ona görə bu cür şeylər daim istəyəndə istifadə etmək lazımdır. Həzən əsmə fihimə kəməli zətiyyu vəl kəməli sultaniyyə. Bu hər ikisi Allah subhanahu və teala'nın zatındadır. Və kamil olaraqdır. Və zəti fi qavlil hayy və sultani fi qavlil qayyum. Və onun deyir zatında olan hay ismidir və sultanlığıdırsa nədir? Qayyumluğudur. Qayyumluğu onun nəyidir? Sultanlığı. Yəni Allah yaratdığının hər bir şeyində nədir? Sultandır. Ondan üstün sultan ola bilməz. Ona görə də alimlər bu tövhidin bu qisminə deyir, diqqət edin. Bax, bu insanların dilində çox gedir ha. Deyir, sultanlara sultanı falan kəs gəldi. Xatadır, şirkdir. Hətta küfürdür. Hətta deyirsən ki, məlik şahların şahı olmaz. Məliklərin məliki olmaz. Bəli, bunlar nəyə daxil olur? Küfür babına daxil olur. Sultanların sultanı Rəbbindir. Ondan başqa ola bilməz. Çünki sən sultanların sultanı olaraq müraciət edirsənsə də artıq o kimsə qayyumdur. Qayyum yalnız Rəbbinə aiddir, başqasına ola bilməz. Allah sultanlığa sultan verən, sultanların sultanı nədir? Rəbbindir. Həmçinin qayyumların qayyum. Bu cür şeylər nədir? Qəti şəkildə demək olmaz. Sonra qayıtsaq, gəlsək ki, o hansı ki mürcüləmir, yatmır. Bu naqis sifətlərdir. Çünki insan yorulanda yatır, dincəlir. Daimi diri olan necə yata bilər, necə dincələ bilər, necə yorula bilər? Mümkün deyil. Daimi diri olmayan yorula bilər. O da nədir? İnsana məxsusdur. Əgər sən desən ki, bütün yer göy onun qayyumluğundadır, bir dənə sual çıxır. Bunun gecəsi var, gündüzü var. Əgər o yatandırsa, daimi diri deyilsə, necə qayyumluq eləyə bilər? Biri gecə duruz istəyir Rəbbindən. Deyilmi? Biri gündüz istəyir Rəbbindən ruzi. Əgər Rəbbin sənin, haşa estağfurullah, yatandırsa, mürcüləyirsə, o ruzi necə verir? Adi nədir? Heç qayıtmırsan şəriətə. Ağılla. Ağılı dəlillər. Saat gecənin 3də 1 hissəsinə qalxıb biri dua eləyir. Allah Osman'da daimi diri deyilsə də, nonsan varsa da, yuxulamaq, haşa, yatmaq varsa da, onu necə olur? Necə eşidir, necə qəbul edir? Və ona görə də bu naqis sifətdir. Rəbbinə bunu qəti şəkildə nədir? Yönəltmək olmaz. Bu xatadır və küfürdür. Fəl-əql fəl-insani kəməl və ləv ləm yəqul muuddi marid, lakinnehu kəmal min vəchin və naqs min vəchil axar. Yəni çox misallar gətirir. Məsələn, insan deyir, yeməsə neyniyər? Ölər. Acından. Amma Allah subhanahu və teala nə deyir? Bu sifətlərdən uzaqdır. İnsan yeməyə möhtacdır, amma Rəbbin möhtac deyil. Çünki deyir, necə Allah subhanahu teala deyir, və huva yut'imu və la yut'am. O yedizdirir, lakin yeməyə nəyi yoxdur? Ehtiyacı yoxdur. Sonra gəlsək, ləhu mə fis səməvat və mə fil ard, yerdə göydə nə varsa deyir, hamısı ona məxsusdur və ona
aiddir. Bunu keçən dərsdə vurğuladıq ki, ləhu önə keçdiyinə görə hansı ki, bu cümlətil həsr adlanır. Səmiyə deyə qayıtdıqsa, səma deyir, bir neçə ədəddən ibarətdir. Yəni, neçə ədəddən ibarətdir? Əhsən. Qul mən rabbus səməvat səbə, rabbul arşil azim. De, 7 səmanın və ərşin, əzəmətli ərşin nədir? Rəbbi. Olan Allah subhanə və teala. Deyək, burada da nədir? Hansı ki, 7 səmadan gedir məsələ. 7 səma Allah subhanə və tealənin yaratdığı ən böyük məxluqlardan biridir. Məsələ qayıdır. Deyir ki, Elhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbinə. Aləm deyəndə nə qəst edirsən? Kainata. İndi sən buna fikir ver. Cin bir aləmdir. İnsan bir aləmdir. Heyvan bir aləmdir. Nəbət, təbiət, nəbət, yaşıllıqlar bir aləmdir. Cəməd bir aləmdir. Sən bunu düşünürsən. Sən əminsənmi ki, başqa yaradılış planetlər yoxdur? O bir aləmdir. Sən 7 səma arasında, hər səmanın arasında nələr var, nə aləm var, bilirsənmi? Təsəvvür elə, ha. Sizin bilmədiyiniz çox şeylər var. Şeydə gəlir ki, sizin deyil, hələ bilmədiniz, dərk etmədiniz çox şey var. İnsanlar bunu dərk etməz. Bu cür nədir? Vurğular var. Yəni, qəsd olunan dərk etməz. Yəni, o qədər aləm var ki, onların hər birinin Rəbbi nədir? Allah subhanə və tealədir. Bir dənə buradan şey çıxır. Bax. Səma məsələsinə gətirib. Deyir ki, Allah subhanə və tealə Qudüs hədisdə mən qulumla Fatihəni öz aramda böldüm. Bilsə, bu hədis məşhur hədisdir. Əgər qulum desə ki, Elhamdülillahi Rabbil aləmin, deyərəm ki, qulum mənə tərif dedi. Ər-Rahman Rahim səna dedi. Elə deyilmi? Bunu gecədə deyən var, gündüzdə deyən var, hər saniyədə, hər dəqiqədə deyən var. Bax ki, Allah subhanə və teala ona hamısına nətər cavab verir. Elə deyilmi? Hələ insanlardan gedir. Bunların içində cinlər də var. İbadət eləyən. Var yoxsa yoxdur? Sən onda milyonlarla mələklərin etdiyi dualarına necə cavab verir? Tərk edə bilirsən bunu? Bəlkə hansı aləmlər var, nələr deyir, nə cavablar gəlir. Allah subhanə necə cavablandır? Hamısı eyni vaxtda. Rəbbinin əzəməti budur. Necə Rəbbin nədir? Əzəmətlidir. Həmçinin deyir, 7 səma Allah subhanə vurğuladı. Əzəmətli arş və orada nələr var? Nə ibadə var? Və mə ya'ləmu cunuda rabbikə illəhu. Allah subhanə onun deyir, ordusunun sayını ondan başqa heç kəs bilmir. Və ona görə İbn Teymiyyə rahiməhullah bunu burada vurğulayır ki, 7 səma dedikdə onların deyir, hər biri deyir, onun əmri altındadır. Onun əmri altındadır. Və hər birinə də nə deyir? Bunu niyə misal gətirir? Yəni, Fatihə surəsində onu dedikdə saat cavab verən Rəbbin necə yata bilər, necə mürc eləyə bilər? Mümkün deyil. Bu nədir? Naqis sifətlərdən biridir. Sonra gətirir ki, onun yanında onun izni olmadan kimsə şəfa edə bilməz. Niyə izni olmadan kimsə şəfa edə bilməz? Şəfanın şərtləri həm olandan, həm də olunandan nədir? Razı olmalıdır. Və sonra dedik ki, Allah subhanə və teala beynə ya'ləm və beynə eydihim, bunda keçdik ki, götürdük, yəni sizin keçmiş və gələcəyini. Şeyx yəni burada xırdalayır, orada qəsd olunan nədir? Əsasən, yəni orada şəfiyə deyə biraz toxunur, şəfə məsələsinə. Şəfə lüğətcə nə deməkdir?
Vatar, şəfən, yəni tək. Lüğəti mənası təkləmək, tək bu məna verir. İstilahi mənası və tavassıda li qeyri bi cəlbi mənfə və dəfi mudar. Hansı ki, xeyri cəlb edib, zərəri nədir? Dəf etmək və bəzi şeylərə döyəcək arada şəfaət, yəni vasitə etmək. Tavassut, vasitə. Sən Rəbbindən istəmək nədir? Özü vasitədir. Yəni, iki nəfərdən razı. Həmən o razı özü arada nədir? Vasitədir bunlar hamısı. Elə deyilmi? Bunlar hamısı nədir? Vasitədir. Hansı şəfiyə icazə olmaz? Hansı ki, Allahdan qeyrisindən istənilən nədir? Olmaz. Sonra gətirir ki, onun indəhu dedi, yəni onun yanında, yəni Allah subhanə və teala nədir? Qəsd olunan odur. Və həmçinin gətirir ki, bəzən şəfa istəyirlər özünə şəfaya ehtiyac olanlar. Məsələn, Mr. Miyasa gedir, məsəl üçün, özünə gücü çatsa, elə vaxtında deyirəm, heç ölməyə ehtiyac yox. Vaxtında sən gedirsən, xəstə adamdır, çoxmaqda durur, sən ondan şəfa istəyirsən. Olar mı bu? Mümkün deyil. Çünki şəfa özünü eləsin də. Və həmçinin əgər şəfa bir də hansı ki, razı olunan o da o dərəcədə olmalısan ki, razı olasan. Şəfa bir neçə qismə bölünür. Var insanların şəfası, qiyamət gün, var mələklərin. Həmçinin şəfaətül uzma var, böyük şəfayət hansıdır o? Qiyamət günü Allah Resulullah qiyamətin şəfaətçi Allah. Və həmçinin gətirirlər ki, ən böyük Peyğəmbər şəfaətlərindən biri də öz əmrisinə eləməsidir. Xüsusi olaraq, hansı ki, dah deyilən bir şeydir. İki ayağın arasında yanacaqdır, beyni qaynayacaq. Hətta deyəcək ki, ən böyük əzab onadır. Amma həlbuki, ən yüngül cəza onadır. Onun razılığı olmadan kimsə şəfa edə bilməz. Necə ayədə gəlir? Və lə yəşfəunə illə limən irtada. Ənbiya surəsində. Bəzən deyirlər ki, filan kəsin şəfasına biz görə gedəcəyik və sar və lə xeyr. Allah razı olmadığı şəxs kimsə şəfa edə bilməz. Bəziləri Ceylanini tutur, bəziləri imamları tutur. Bunlar hamısı nədir? Xatadır. Səndən də razı olunmalıdır ki, o şəfa etsin. Var mələklərin şəfası, var insanın insana olan şəfası, var möminlərin şəfası, var evladın valideynə olan şəfası və sonunda da Rəbbinin qəlbində xardal qədər olan iman olanı nədir? Onu Rəbbin cəhənnəmdən şəfa edərək necəkdir? Çıxardacaqdır. Və o da dəhşətli bir şeydir. Şəfa hədisində gəlir ki, hətta şəfaət hədisində insanlar olacaqdır ki, qiyamətə yaxın lə ya'məlu əmələn xeyrən qattun. Heç bir xeyir əməl etməmiş olacaqlar. Bəzi alimlər gətirir ki, qardaşının qardaşına gülümsəməsi xeyr əməldirmi? Sədəqə. Heç onu belə eləməyiblər. Heç bir qattun ərəb dili qrammatikasında fe'l madidə, yəni keçmiş zaman fe'lində əbədən mənasını daşıyır. Əbədi bilirsiniz nədir? Sonu olmayan əbədən. Qattun əbədən deməkdir. Biri var deyir ki, heç bir xeyir, bir də var qattun, yəni heç vaxt bu insan həyatında xeyir əməl elməyibdir. Eləməyib, xeyir həyatında. Bir dəfə də üzünə kimsə gülmür. Bir dəfə də bir qəpik belə verməyib. Məsələn də, yəni belə misallar çəkirəm. Və yaxud da kiməsə bir xurma verməyib. Lakin la iləhə illallah deyib, bu bizim babalarımızdan qalıb, onu cəhənnəmdən qutarır. Yalnız Allahın haqqıdır. Bax görsən. Və ona görə Şeyx İbn Teymiyyə rahiməhullah iminli bu Əqidə-ül Vasitiyyə kitabında bu şeylərə toxunur ki, məsələ çox qorxuludur. Vaiddir, kiməsə kafir demək. La iləhə illallah deyənə kafir demək. Çox ağır bir məsələdir. Yəni ki, hər an hər şey nədir? Öz əleyhinə ola bilər.
Və sonra şeyx toxunur Allah Subhanahu taalanın isimlərinə. Bu da inşa ilə məşə, Allah Subhanahu taala istək sifətlərindən də var. Limən şəə minkum men yestəqim və mə təşəuna illə ən yəşəallahu rabbul aləmin. Kim doğru yolu, sıratal müstəqim istəyərsə, Allah istəməyincə o istəyə bilməz. Və həmçinin Allahda da istək var. Lakin insana nisbətdə Allah Subhanahu istəyi nədir? Kamildir. Amma insanki nədir? Naqisdir. Bu da kifayətlənək. Allah Subhanahu bizə kifayətlənlərdən etsin. Subhanallah və bihamdik. Əşhədu an la ilahə illə estəğfiruka və etûbü ileyk. Allah razı olsun.